Səhv fikri göstərin. Baxın, səhv fikri müəyyən etməliyik biz burada. Baxaq, həmcins xəbərlərdir. Baxaq, deməli, var predikativ xəbərdir. Dostunun da dostu. Daha sonra burada da demə xəbərini görürük. Lakin birinci cümlədə mübtədanı görmürük. Lakin buna asanlıqla sən sözünü artıra bilərəm. Sən sirrini dostuna demə. Lakin biz ümumi cümlə, yəni dırnağın arasında verilmiş ümumi cümlə modelində sən mübtədasını görmürük və cümləni təhlil edən zamanda ona hər hansı bir əlavələr artırıb həmin əlavəni də sintaktik təhlil etmək mümkün deyil. Və həmcins xəbərlərin də belə bir şərti var ki, hər bir xəbərin öz mübtədası olmuş olsun. Demə sözünün mübtədası sən sözdür, lakin sən sözü cümlə daxilində iştirak etmədiyi üçün, deməli demənin mübtədası yoxdur. Ona görə də bu xəbərlər həmcins xəbər hesab edilə bilməz. Deməli səhvlərdən biri olacaq 1. Daha sonra 2-yə baxaq. İsmi xəbərləri olan mürəkkəb cümlədir. Baxın, var sözünü biz bilirik ki, predikativlər hər biri sadə ismi xəbər hesab olunur. Lakin burada demə sözünü də görürük və feilin əmr şəklində olan, deməli, feili xəbərdir. Baxın, burada xəbərləri, yəni ismi xəbəri olan mürəkkəb cümlədə demir. İsmi xəbərləri olan mürəkkəb cümlədir. Bəli, mürəkkəb cümlədir, lakin ismi xəbərləri yox, ismi xəbəri olan. Yəni, var, burada ismi xəbərdir, demək isə feili xəbər olduğundan, deməli, bu fikirdə səhv fikir olacaq. 1, 2. Düzgün cavab olacaq B variantı. Uzlaşma əlaqəsi var. Baxın, bunu hardan biz bilə bilərik? Burada var xəbər, dostunun da dostu cümləsinə baxsaq, bilirik ki, mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi olur. Uzlaşma əlaqəsi olur və digər tərəfdən üçüncü növ təyini söz birləşməsini də burada görürük və üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasında da uzlaşma əlaqəsi olur. Baxın, aslı tərəfdən əsas tərəfə doğru qoyuruq. Deməli, uzlaşma əlaqəsi də var burada. Ona görə bu fikir düzgündür, ona görə bunu götürməyəcək. Yalnız qrammatik mənası olan söz də işlənmişdir. Baxın, cümlənin tərkibində da. Digərləri isə əsas nitq hissələridir və onların leksik mənaları vardır. Yalnız qrammatik mənası olan sözlər isə köməkçi nitq hissələri olduğundan, deməli, da köməkçi nitq hissəsidir və yalnız qrammatik mənası olan söz də işlənib. Düzgün cavab B variantı. İkinci sual. Meşələr diyarında cırtdan atlı balaca oğlan nənəsi ilə şad xürrəm yaşayırdı cümləsindəki ikinci dərəcəli. Baxın, sualı oxuyarkən də diqqətli olmağınız vacibdir. Bizə ümumən cümlə üzvlərini soruşmur. Sadəcə və sadəcə ikinci dərəcəli üzvləri soruşur. İndi biz cümləni təhlil edəcəyik, sintaktik təhlil edəcəyik və daha sonra tərkibindəki birinci dərəcəli üzvləri çıxaraq ikinci dərəcəli üzvləri təhlil etmiş olacağıq. Baxaq, yaşayırdı. Xəbər, kim? Oğlan, hansı oğlan? Balaca oğlan, hansı oğlan? Cırtdan adlı. Harda yaşayırdı? Meşələr diyarında. Bu isə zərflik vəzifəsində çıxış etmiş olacaq. Necə yaşayırdı? Nə cür yaşayırdı? Nə tərzdə yaşayırdı? Şad, xürrəm, zərflik vəzifəsində tərzi hərəkət zərfliyi. Daha sonra kim ilə, nənəsi ilə də tamamlıq vəzifəsində çıxış etmişdi. Burada, deməli, birinci dərəcəli üzvləri çıxsaq, yerdə qalmış olacaq. Deməli, zərflik, daha sonra təyin, zərflik, təyin, tamamlıq, daha sonra da zərflik qalmış oldu. Düzgün cavab olacaq D variantı. Yəni, şərti oxuyarkən də diqqətli olmağınız vacibdir. Sual nömrə 3. Hansı cümlədə güman şübhə bildirən ara söz? Baxın, güman şübhə bildirən ara sözdən söhbət gedir və qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər hissəsinə salınmış bir test nümunəsidir. Təəssüf ki, təəssüf bildirən modal sözdür. Ona görə deməli, bunu götürməyəcəyik. Sadəcə təəssüf ki cümləsi, sözü ara söz hesab olunur, lakin güman şübhə bildirmir. Bəlkə də güman şübhə bildirən ara sözdür. Deməli, düzgün cavablarımızdan biri olacaq 2. Görünür də həmçinin güman şübhə bildirir. Ara sözlər sırasında, yəni ara sözlərin məna növləri sırasında güman şübhə bildirən başlığı eyni zamanda təqdim olmuş nümunələrlə eynilik təşkil edir. Bəlkə də güman şübhə bildirir. Görünür, güman şübhə bildirir. Məncə fikrin mənbəyin bildirir. Ona görə bunu götürməyəcəyik. Olsun ki də fikrin mənbəyin bildirir. Olsun ki, ehtimal ki, yəni bu tipli birləşmələr də eyni ilə bu tipli sözlər də deməli güman şübhə bildirən ara sözlər hesab olunur. 2, 3, 5. Düzgün cavabımız olacaq A variantı. 4-cü sual. İmiş hissəciyi ilə
hissəci işləmiş feilləri müəyyən edin. İmiş hissəciyi bilirik ki, mış variantına salınsa, bu nəqli keçmiş zaman şəkilçisi ilə qarışdırılmış olacaq. Digər tərəfdən mış bilirik ki, feil sifəti artırılan şəkilçi variantında da çıxış etmiş olur. Baxaq. Hə. Deməli, cəhd sözü olmadığına görə sözümüzün kökü olacaq gətir. Və ilk baxışdan burada biz ir şəkilçisinin zaman şəkil gətir sözü var, get sözü olmur. Yəni ilk baxışdan bu iri zaman şəkilçisi görüb mişi imiş hissəciyi kimi düşünə bilərik. Lakin bu zaman şəkilçisi olmadığından başlanğıc formaya da imiş hissəciyi artıra bilmir. Başlanğıc formaya da imiş hissəciyi artıra bilmirik. Ona görə də buradakı miş zaman şəkilçisidir. Gətirmişik. Baxın, vurğunun da ora düşdüyünü gördükdə deməli bu imiş hissəciyi deyil. Deməli bunu çıxacağıq. Sonra itmək, itirmək, itirmişsən. Baxın, itirmişsən. Bu variantda da düşünə bilərik. Ümumiyyətlə bu sözü iki variantda düşünə bilərik. İtirmişsən. Burada ir zaman şəkilçisi olacaq. İmiş hissəciyini görəcəyik burada. Yəni imiş variantında birinci zaman olar, ikincisi isə. Yəni bir cümlədə iki zaman olmaz da. Birinci gələn zaman olar, ikinci gələn isə hissəcik olar. Deməli bu imiş hissəciyidir. Deməli biri olacaq 2. Daha sonra itir, ibmiş. Baxın, itmək, itir, ib zaman şəkilçisindən sonra gəldiyinə görə deməli bu da imişdir. 3-ü də götürəcəm. Gətirərmişlər. Baxın, zaman şəkilçisi yenə imiş hissəci. Deməli bu da olacaq. Daha sonra itirmiş idi. Burada idi hissəci olacaq. Ona görə 5-i götürməyəcəyik. Daha sonra gətirmişdi. Baxın, zaman şəkilçisi, zaman şəkilçisindən sonra da miş görürük. Deməli ona görə də düzgün cavabımız olacaq 2, 3, 4. B variantı. Bir dəqiqə buradakı yəni sözün kökü gətir, miş zaman. Bu da idi hissəcini görürük. Yəni bu cümlədə də imiş hissəci iştirak etmiş olmayacaq. Keçək 5-ci sualın izahına. Elə qar yağdı ki, açılmış çiçəklər tər ləçəklərini yerə tökdü. Tabeli mürəkkəb cümləsinin budaq cümləsindəki təyinlər nə ilə ifadə olunmuşdur? Baxın, kini görürüksə, deməli baş cümlə buradadır, budaq cümlə isə buradadır. Yəni 2-dən bu tərəfə. Deməli, çiçəklər, hansı çiçəklər? Açılmış çiçəklər, biri olacaq açılmış. Ləçəklərini, hansı ləçəklərini? Tər ləçəklərini. Baxın, təyinlər bunlardır və təyinlər bu cümlədə açılmış feil sifət, yəni mış şəkilçisini görürük. Hansı çiçəklər? Açılmış çiçəklər. Bilirik ki, açılmış sözü necə, nə cür, hansı suallarına cavab versə və tərkibində mış şəkilçisi olsa, olur feil sifət. Tər də, yəni təzə, tər mənasında tər ləçəklərini, bu da tər də burada sifət variantında çıxış etmiş oldu. Deməli, biri oldu feil sifət, digəri də oldu sifət. Düzgün cavab olacaq C variantı. Keçək növbəti sualın izahına. 6-cı sualda bizdən soruşur ki, cümlələrin birində toplu isim işlənmişdir. Toplu isim işlənmişdir. Bu daha çox yadda saxlama ilə, yəni əzbərləmə ilə bağlı olan bir məsələdir. Bir şey yadda saxlayaq ki, toplu isimlər qrammatik cəhətdən tək isimlərdir və digər tərəfdən onları cəm isimlərlə də qarışdırmaq lazım deyil. Toplu isimdən söhbət gedir. Ümumiyyətlə, isimlər toplu ola bilər. Burada gənc sifətini gördüyümüz üçün, deməli, A variantını çıxacağıq. Çəmən ismi olsa da üzərində lər şəkilçisi, yəni ismin cəmlənməsini görürük və toplu isim variantında deyil. Daha sonra narları ilk baxışdan narın tərkibində dənələrin ayrı-ayrı olduğunu, çoxluq olduğunu nəzərə alaraq onu toplu isim kimi fikirləşə bilərik. Lakin nar ismi üzərində lar cəm şəkilçisi var və əssalam. Yəni bu toplu isim hesab olunmur. Salxımdır, nardır və digər sözlərdir ki, bunlar toplu isim hesab olunmur. Toplu isimlər var, məsələn, deyək ki, cəmiyyət, qurum, daha sonra ilxı, naxır, bu tipllərdir ki, bunlar toplu isim hesab olunur. Buzov ismi üzərində lar cəm şəkilçisi, yəni isim cəmləşibdir. Ona görə də bu da toplu isim variantında çıxış etmir. Kütlə sözüdür ki, baxın, kütlə toplu isimdir. Düzgün cavabımız olacaq C variantı. 7-ci sualın izahına baxaq. Hansı cümlədə ədat yoxdur? Ədat olmayan cümləni istəyir. Bu musiqi gör nə qədər talelərdən xəbər verir. Gör əmr ədatıdır. Bu cümlə çıxacaq. Yoxmudur gülüm? Mu. Burada sual ədatıdır. Bunda çıxacaq. Bu çiçəyin gözəlliyinə bax. Bu variantını saxlayaq. Tale yüklü məsələlərdə tək sənə inanıram.
məhdudlaşdırıcı ədatdır. Yalnız sənə inanıram. Deməli, bu cümlədə də var. Harada olsan gələrəm. Təki arzu ədatını görürük. Təki, kaş, yəni bunlar arzu ədatlarıdır. Deməli, bu variantda çıxırıq. Bu çiçəyin gözəlliyinə bax. Bax, burada feildir. Yəni, feil variantında çıxış etmişdi. Bilirik ki, köməkçi nitq hissələri suallara cavab vermir. Burada bax, nə et feili isə suala cavab verdiyi üçün, deməli, bu ədat yox, feildir. Düzgün cavabımız olacaq C variantı. 8-ci sual. Mərd özündən bilər, namərd yoldaşından cümləsindəki sözlərlə bağlı səhv fikir istəyir bizdən. Baxaq. Yoldaşından düzəltmə isimdə ifadə olmuş xəbərdir. Xəbər dediyi üçün cümləni təhlil edək. Bilər nə edir xəbər? Kim? Mərd. Kimdən? Özündən. Tamamlıq vəzifəsindədir. Bilər xəbər, bilər xəbər, yəni xəbər istisna ixtisar olunub burada. Bilər kim? Namərd. Kimdən? Yoldaşından bilər. Lakin cümlə konstruksiyasının tərkibində bilər sözünü nəzərə almayacağıq. Yoldaşından sözü düzəltmə isimdən, baxaq, yol, yoldaş ismi yaranmış oldu və isimlə ifadə olmuş xəbərdir, xeyr. Tamamlıq vəzifəsində çıxış etmiş oldu. Yəni, bilər xəbərin bura əlavə etməklə yoldaşından sözünün xəbər vəzifəsində olmadığını görürük. Bizdən də səhv variantı istədiyi üçün düzgün cavab olacaq A variantı. Bütün sözlərin leksik mənası var. Baxın, mərd sözüdür, özündən sözdür, bilər sözüdür, namərd sözdür, yoldaşından sözdür. Bunların hər biri deməli, müstəqil leksik mənaya malik olan əsas nitq hissələridir. Deməli, bu fikir də düzgündür. Bunu çıxacağıq. Mərd, namərd sifətlə ifadə olmuş mübtədadır. Bəli, mübtəda vəzifəsində çıxış ediblər. Hər ikisi də sifətdir. Bu fikir də düzgündür. Özündən təyini əvəzliyi ilə ifadə olunmuş tamamlıqdır. Baxın, öz təyini əvəzliyidir və təyini əvəzliyi tamamlıqla ifadə olunub cümlədə görürük burada. Deməli, bu fikir də düzgündür. Bunu çıxacağıq. Bilərsə, gələcək zamanda işləmiş feildir. Bəli, qeyri-qəti gələcək zamanda olan ər şəkilçisini görürük. Deməli, bəli, qeyri-qəti gələcək zamanda olan işlənmiş feildir. Düzgün cavabımız olacaq 8-ci sualda A variantı. 9-cu sual. Sözlərin mənasını nəzərə alaraq ardıcılığı müəyyən edin. Üstünlük güzəşt, bu deməli leqal olacaq. Daha doğrusu imtiyaz olacaq. Deməli 4, qarşısına yazaq 4. Suyun axdığı yol, məcra 2. Daha sonra yumru şəklində sarınmış ip yumaqdır 1. Qanunla icazə isə bu isə olacaq leqal. Düzgün cavab olacaq 4, 2, 1, 3. A variantı. 10-cu sual. Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz olunur? İki söz yazılışına fərqli tələffüz olunsun. Ağacdakı, burada 1, zıçıya keçdi. Quş yuvaları məni sevindirirdi. Bu cümlədə bir dənədir, 2 dənə deyil, bunu çıxacaq. Quyudan çıxarılan su sərin idi. Bu cümlədə yoxdur. Bugünkü imtahan həyəcanı bizdən uzaq idi. Bir fərqli məqam var, ona görə bunu çıxacaq. Sular durulur, havalar istiləşirdi. İstiləşirdi. Bir fərqli məqam olduğu üçün D variantında çıxıram. Arazın kənarında sərhəd D-yə keçdi. Çilərimiz dayanmışdılar. Baxın, M, yəni bu N da bilirik ki, M samitinin əvvəlində gələn N M-ya keçər. Bu fikirdə olduğuna görə iki fərqli məqam var. Düzgün cavab olacaq Y variantı. Belə dəyərli dostlar, növbəti günlərdə təşkil ediləcək Dövlət İmtahan Mərkəzinin keçirəcəyi buraxılış imtahanlarında hər kəsə uğurlar arzu edirik. İnşallah ki, istədiyiniz nəticəni əldə edərsiniz və əgər sualların belə deyək, anındaca kanalda olmasını istəyirsinizsə, o zaman kanala abunə olun, bildirişləri aktiv edin. Biz də çalışacağıq ki, yəni imtahan təşkil edildikdən dərhal sonra sualları sizinlə paylaşaq ki, həm imtahandan gələn iştirakçılar öz düzgün cavabları ilə tanış olsun və yaxud səhv cavablarını çıxarış etsin oradan, yəni nəticə çıxarmış olsun. Digər tərəfdən növbəti imtahanlarda da təşkil ediləcək imtahanlarda da iştirak edən iştirakçılarımız, yəni şagirdlər bu suallara baxaraq özləri üçün müəyyən bir nəticə çıxarmış olsunlar. Belə dəyərli dostlar, hər kəsə uğurlar arzu edirik. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.